WUF 13 çərçivəsində böhrandan sonra bərpa və yenidən qurmanın mərkəzində mənzil məsələsi adlı tədbir keçirilib. Tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, bugün Azərbaycan regionun ən böyük yenidən qurma və qayıdış proqramlarından birini həyata keçirir. Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndlər sıfırdan yenidən qurulur. Bu proses uzun müddətli davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinə əsaslanır. Yanaşmamız bir əsas prinsipə söykənir. Mənzil ilk yerdə olmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və etibar hissini qaytarır. Ailələr təhlükəsiz evlərə qayıtdırda, məktəblər yenidən açılır, yerli iqtisadiyyat canlanır, sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə inamını qazanır. Artıq xeyli sayda keçmiş məcburi köçkün yenidən qurulmuş yaşayış məntəqələrinə qayıdıb və yaxın illərdə daha çox insanın geri dönməsi gözlənilir. Yeni yaşayış massivləri, məktəblər, səhiyyə müəssisələri və ictimai xidmətlər normal həyatın bərpası istiqamətində fəaliyyətə başlayır. Eyni zamanda yenidən qurma keçmişin zəifliklərini təkrarlamamalıdır. Biz daha yaxşı, daha ağıllı və daha dayanıqlı şəhər sistemləri qurmalıyıq. Məhz buna görə Azərbaycan yenidən qurma prosesinə müasir şəhər salma, yaşıl enerji, rəqəmsal idarə etmə və dayanıqlı infrastruktur inteqrasiya edir. O əlavə edib ki, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları vasitəsilə Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiyaya əsaslanan və dayanıqlı icmalar formalaşdırılır. Artıq bir sıra kəndlər qabaqcıl nümunələr kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarı Barham Salih deyib ki, faktlar davamlı olaraq göstərir ki, qaçqınlar mənzilə və sərbəst hərəkət imkanına malik olduqda, onları qəbul edən icmalara iqtisadi və sosial töhfə verirlər. Məcburi köçkünlər yük deyil, həll yolunun bir hissəsidirlər. Biz artıq bunun Kenyada və Efiopiyada düşərgələrin şəhərlərə çevrilməsindən, Çad və Mavritaniyada inklüziv yanaşmalara, eləcə də Avropada güclü bələdiyyə rəhbərliyinə qədər mümkün olduğunu görürük. Şəhərlər artıq yalnız köçü idarə edən məkanlar deyil, onlar qoruma, inklüzivlik və həll yolları təqdim edən məkanlardır. Lakin bələdiyyələr bunu tək başına edə bilməz və etməməlidirlər. Onlara səlahiyyətlər, sabit maliyyələşmə, inkişaf tərəfdaşları, özəl sektor və icmalarla güclü əməkdaşlıq lazımdır. UN Habitatın icraçı direktoru Ana Claudia Rosbach bildirib ki, mənzil məsələsinə yanaşmanı dəyişməliyik. Mənzil bir sənayedir. Bu sənaye böyük və kiçik biznesləri əhatə edən çox geniş dəyər zəncirinə malikdir. Mənzilə investisiya qoyulsa, bu yerli iqtisadi inkişaf baxımından çoxaldıcı effekt yaradacaq. Beləliklə, insanların gəlirləri artacaq. İcmalarda müsbət iqtisadi dövriyyə yaranacaq. Mənzili sənaye və investisiya kimi qəbul etmək bərpa proseslərini nəzərə alarkən olduqca vacibdir. Çünki bu halda qoyulan vəsait daha çox gəlir yaradacaq. Azərbaycan Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, hər bir ölkənin və hər bir vəziyyətin özünə məxsus çətinlikləri var. Azərbaycan üçün bu çətinliklərdən biri minalardır. Bərpa və yenidən qurma prosesinə başlamaq üçün əlverişli mühit olmalıdır. İşğaldan azad edilmiş ərazilərdə 1,5 milyon mina bastırılmışdı. Bərpa və yenidən qurmaya başlamazdan əvvəl onların təmizlənməsi lazım idi. Bu isə o deməkdir ki, maliyyə və siyasi baxımından hazır ola bilərsiniz, məsələn, sülh sazişi və ya atəşkəs mövcud ola bilər, amma ərazilərdə minalar olduğu üçün həmin bölgələrə daxil olmaq və bərpaya başlamaq mümkün olmur. Lakin düşünürəm ki, son bir neçə ildə formalaşdırdığımız model dünyaya, o cümlədən münaqişədən zərər çəkmiş ölkələrə yaxşı nümunədir. Əgər hər şeyi sıfırdan yaradırsansa, daha yaxşı qurmalısan. Yalçın Rəfiyev bildirib ki, Azərbaycan münaqişədən sonra yenidən qurma işlərinə təxminən 15 milyard ABŞ dolları xərcləyib. Onun sözlərinə görə, hökumət hər il dövlət büdcəsinin təxminən 25%-ni bu istiqamətə ayırıb. Nuray Qədirli, Əsgər İbrahimli, APA TV.